Miss Gray lived alone in a small flat. Deməli, xanım Gray lived alone, tənha yaşayırdı. In a small flat, balaca bir mənzildə. İndi flat isimdir, düzdür? İsimdir. Qabağında artiklı işlənib. Dedik ki, en artiklı sayıla bilən tək isimlərin qarşısında işlənilirdi. Əgər isim sayitlə başlayırsa, verirdik an, məsəl üçün, an apron. Nə deməkdir? Önlük deməkdir. Əgər isim samitlə başlayırdısa, verirdik artiklı. A bird. Artiklı nəyə bərabər idi? Nə demək idi? Bir demək idi. Sayıla bilməyən isimlərlə işlənməz. Ancaq sayıla bilən isimlərlə işlənilir. Live it nə deməkdir? Yaşadı. Keçmiş zamanda yaşadı. Keçmiş zaman necə düzəlir? Nəzrin, feillərin sonuna ya artırılır, yaxud da kökdən dəyişir. Məsələn, go nə olurdu? Olurdu went. Clean məsəl üçün, clean isə olurdu cleaned. Artırırdıq. Deməli, in nə üçün işlənilibdir? Çünki in a small flat, in içində demək. Biz mənzilin içində oluruq axı. Ona görə in işlənilir. She was old, o qoca idi, and didn't like, xoşlamırdı noise, səs-küyü, at all, səs-küyü xoşlamırdı. İndi buradan bir neçə qaydamıza toxunacaq. She was old, bu bizim bir cümləmizdir. Əgər bu bizim bir cümləmizdirsə, burada bizə lazımdır mübtəda, she, bir də feil, xəbər, hərəkət bildirən bir şey. Amma əgər siz deyirsinizsə she was old, diqqətlə qulaq asın. Mənim burada hərəkət bildirən feilim varmı? Action verb deyirlər də, hərəkət bildirən feil, Fərid. Varımdırmı? Yoxdur. Əgər hərəkət bildirən feil yoxdursa cümlədə, bizə köməyə gələcək nə? To be. Cümlədə feil yoxdursa, to be gəlir o cümləyə feil əvəzində. Funksiyası nədir? Burada feilin işini görmək. Cümləmdə feil yoxdur. Feil olmasa bir cümlə olmaz. Bir cümlənin iki ana üzvü var. Bir mübtəda, iki feil. Feil olmasa ümumiyyətlə cümlə qurmaq olmaz. Yenə mübtəda olmayanda əmr cümləsi deyirik. Amma feil olmasa biz onu deyə bilmirik. Deməli, bunu belə yadımızda saxlayırıq. Əgər cümlədə hərəkət bildirən feil yoxdursa, o cümləyə to be köməyə gəlir. İndiki zamandadsa əmizar, keçmiş zamandadsa was were. To be-nin funksiyasını bildin, Yusif. Getdik. Sonra and didn't like. İndi baxın burada didn't. Nəyə görə didn't verdi? Çünki like feildir. Hərəkət bildirən feil olmasa da feil funksiyasındadır. Ona görə feil olduğu üçün cümləmdə verirəm didlə. Keçmiş zamanın sualı və inkarı did ilə düzəlir. Bunların hamısını soruşacağım sizdən. At all da həmçinin deməkdir. Deməli, inkar cümlələrdə işlənilir. So, belə ki, she was very pleased. O çox razı qalırdı. Was very pleased when the noisy young man and woman who lived in the flat above her moved out. Baxaq görək bu nə dedi burada. Deyəsən mən səsi yoxmu yazırım. Deyirəm cümləni. She was very pleased. O çox razı qalırdı, məmnun olurdu. When neydi? Anda, anda. When the noisy young man and woman. Səsküylü gənc kişi və qadın who lived in the flat above. Kim ki onun mənzilindən above, yuxarıda qalırdı. Move it out, yəni çölə çıxanda çox məmnun qalırdı. Buyur Miri. Aha, a new young man, gənc adam, yeni. New var burada, yeni gənc adam. Bu artiklının nəyini artiklda uşaqlar? Bax, buradakı mən sözünü, artiklı ismə aid olur. Mən sözünün artiklıdır. Mənin qabağında sifət işlənilibdir. Young man, onun da qabağında new young man. Artikl, bax, buradakı mənə aiddir, ismə aiddir. Move it in,
deyir, gənc bir adam gəldi. And Miss Grey thought. Miss Grey düşündü. Well, he looks quiet. O, sakit görsənir. Gəlin indi bir dənə geri qaydaq burada. Burada deyir ki, in the flat above her moved out var ha. Burada köçmək mənası deyir. Deyir səs-küylü gənc adam və qadını köçəndə o məmnun oldu. Sonra da təzəsi gəldi. Moved in-də köçmək demək. Bir yerə köçmək, yeni yerdə yaşamağa başlamaq. Deyir gənc adam başlayanda, köçəndə Miss Grey, xanım Grey thought düşündü. Ya bu deyir he looks quiet. O sakit adam oxşayır. But amma at 3 o'clock. Saat 3-də. The next morning. Növbəti səhər. Miss Grey was woken up. Miss Grey woken up oyandı. Oyadıldı. By the barking of a dog. İt hürməsi tərəfindən oyadıldı. She thought, o düşündü. She thought hansı zamandadır? Sağ ol, keçmiş zamandadır. Thinking keçmişdi. I have never heard a dog here before. Mən heç vaxt eşitməmişəm. İndiki bitmiş zamandır. Have, üstə gələk P2. P2 nədir? Feilin P2 formasıdır. I have heard. Mən eşitməmişəm. Heard, hear feilininkidir. Burada have və P2 birləşibdir. Olubdur ki, eşitməmişəm. It, burada before əvvəllər. It must belong to the new man. Bu, belong məxsus olmaq. To the new man, təzə adama, kişiyə məxsus olmalıdır. In the flat above, yuxarı mənzildəki kişiyə aid olmalıdır. So the telephone, she telephoned. O zəng çaldı. The young man, gənc kişi, said some nasty things to him. Dedi, bəzi pis things şeylər to him ona. About the dog, it haqqında. And then və sonra hang the telephone up. Telefonu yerinə qoydu. Before he could answer. O cavab verməmiş. Nothing, heç nə, more happened. Nothing more happened, heç nə baş vermədi. Yəni more isə daha heç nə baş vermədi. Until 3 o'clock, saat 3-ə qədər. The next morning, növbəti gün səhər. Then, sonra. Miss Grey's telefon rang. Xanım Grey'in telefonu, rang nə deməkdir? Ring, çalmağın keçmiş zamandır, kökündən dəyişib, rang olubdur. Zəng çaldı. And when she answered, o cavab verəndə, hansı zamandadır when she answered? Mən keçmiş zamanı. Keçmiş zamanda ed article var. A voice said, bir səs dedi. I am the man upstairs. Mən yuxarıdakı kişiyəm. I have rang you up to say that. Mən sənə zəng eləmişəm ki, to say that deyim. I haven't got a dog. Mənim itim yoxdur. Tamam. Keçək o birisi mətnə. 12-ci mətin. Mr. Robinson, cənab Robinson'un had one small son. Balaca bir oğlu var idi. Had nəyin keçmiş idi? Having keçmiş idi. Bəli, keçmiş zamanda kökündən dəyişir, olur had. One small son, bir balaca oğlu vardı. Həmişə yadınızda qalsın. Son isimdir. İsmin qabağında həmişə sifət işlənir. Small son. Əgər burada one olmasaydı biz artiklı vermərdik. Çünki oğlan sayılır təkdədir. Sonra his name was Billy. His name, onun adı Billy'dir. Nə üçün burada was işlənibdir? Çünki cümlədə əsas feilimiz yoxdur. Cümlədə əsas feil yoxdur. Feil kimi köməyə gəlib. Baxın, bayaq dedik. Miss Robinson loved Billy very much. Loved, sevirdi Billy'ni very much, çox sevirdi. And və as he was not a strong child, as görə, çünki mənasındadır burada. O deyir, he was not a strong child. Güclü uşaq olmadığına görə, she was always afraid.
O həmişə qorxardı. That ki, he might get ill. O xəstələnə bilər. So, belə ki, she used it to take him to the best doctor in the town. O deyir, so, belə ki, she used it to. Use it to nə deməkdir? Xeyr. Use it to. Bir şeyi keçmişdə çox edirdik, amma bugün etmirik. Məsəl üçün, deyir ki, baxın, o, use it to take him to the best doctor. Onu ən yaxşı doktora aparardı. O vaxtları aparardı, indi yox. Aparardı. Use it to. Bu use-la qatmayın, ha. Adi use kimi olan bu istifadə etmək deməkdir. Amma use it to bir şeyi edərdi. O vaxtları edərdi. In the town, şəhərdə 4 times a year, ildə 4 dəfə. To be examined, yoxlanmaq üçün. During one of these visits, during nədir? Ərzində. İndi, burada gəlin sizə mən bir şeyi yazım. One of nə deməkdir? Biri. Each of nə deməkdir? Hər biri. Every one of nə deməkdir? Hər biri. Yenə də every var, hər biri. One-la işlənir, ha, tək işlənməz. Sonra, neither of nə deməkdir? Heç biri. Either of nədir bəs? Either of. İkisindən biri. Ya o, ya da bu. Sonra, none of nə deməkdir? Bu da heç biri. Sonra, hansı qaldı? Demədiklərimiz. Each of, every one of. Bunlarda diqqətli olacaqsınız. Bunlardan sonra isim. Bax, bunu əzbərin, ha. İsim cəm, xəbər tək olur. Bunu əzbərləyəcəksiniz. During one of these visits, bu visit, yəni gedişlərin, səyahətlərin birində the doctor, həkim, gave Billy'yə verdi various tests, fərqli testlər. And then, və sonra, said to him, ona dedi, have you had any trouble? Sənin hər hansı bir narahatçılığın var? Eyni nə vaxt işlənilirdi? Eyni. Nə vaxt işlənilirdi? Keçən dərsdə qeydlərdə demişdik eynini. Gözlə. Sizə keçən dərs yazdıq. Dedik ki, əgər cümlədə sual və inkardadır bir cümlə, inkar varsa və yaxud da sualdadırsa, siz o zaman heç vaxt sam verə bilməyəcəksiniz. Nə verməlisiniz? Eyni verməlisiniz. İndi baxın cümləyə. Deyir ki, you had any trouble. Have you had? Nə cümləsidir bu? Sual cümləsidir də. Görürsünüz, cümlənin axtarında sual var. Görürsünüz, ona görə eyni, some trouble deməyibdir. Eyni trouble deyib. Cümləm sualda və inkarda olarsa, o zaman eyni işlənir. Have you had any trouble with your nose or ears recently? Recently son vaxtlar sənin burnunla, qulağınla bağlı problemin olub. Billy thought, Billy düşündü. For a second, bir saniyə. For nə bildirir burada? For müddət bildirir. Məsələn, bir saniyə ərzində. Bir də for nə? İsim var. Məsələn, isimlə işlənən sözünün forması var. Məsələn, for you nə deməkdir? Sənin üçün. Deməli, forun iki mənası var. Bir oldu, müddət bildirir. Zaman gələndə a second saniyədir. Əlbəttə bir saniyə üçün deməyəcək. Bir saniyə ərzində deyəcək. And then answer. Sonra cavab verdi. Yes, I have. Bəli, var. Miss Robinson was very worried. Xanım Robinson çox narahat oldu. But amma I am sure. Mən əminəm. You have never told me that. Sən bunu mənə heç vaxt deməmsən. Yenə də deyirəm. Have told hansı zamanda? Ay Fərid. Bax, bunu təzə keçirik bu zamanı. Have told. İndiki bitmiş zamandır. Deməmisən. Mənə deməmisən. Demir demədin. Deməmisən.
İndiki bitmiş tamamda have has üstə gələk P2. Billy, she said anxiously. Billy, o dedi narahat şəkildə. Anxiously sözündə ly var. Nə üçün? Çünki said feil ilə işlənibdir. Feil ilə işləndiyi üçün zərf olur. Oh, really? Həqiqətən said the doctor. Doktor dedi seriously, ciddi şəkildə. Yenə də ly-ları görürsünüz. Hansı qaydadır sifətin sonundakı ly şəkildisi? Hansı qaydadır Dilbər? Zərf, bəli. And what trouble have you had with your nose? Hansı çətinliyin var burnun ilə, and ears, qulağın ilə? Well, answered Billy. Cavab verdi Bill. I always have trouble with them. Deyir, mənim them, onlar ilə həmişə narahatçılığım var. When I am taking my jersey off. Because the neck is very tight. Nəsə, bu deyir koftasını həmişə take off. Çıxaranda take off nədir? Soyunmaqdır da. Deyir ki, mənim narahatçılığım olur. Çünki the neck, onun boynu is very tight. Tight nə deməkdir? Dar deməkdir. Çünki bəli, onun boynu çox dardır. Burada bir qayda yazacağım, ona diqqət eləyəcəksiniz. Şəxs əvəzliyini bilirsiniz. I, you, he, she, it. Sonra Fərid, we, you, bir də they. Şəxs əvəzliyi yadınızda qalsın. Cümlənin əvvəlində işlənir. Və şəxs əvəzliyindən sonra ya feil, yaxud da köməkçi feil gəlir. Məsəl üçün, baxın, I play. Nədir play? Feildir də. Cümlənin I əvvəlində mi gəlib? Əzbərləyəcəksiniz bunları. Əvvəlində mi gəlib I? Şəxs əvəzliyi. Bəli. Sonra obyekt əvəzliyi isə obyekt əvəzliyi hansılardır? Me, you, him, her, it, I sağ ol, us, you, bir də them. Obyekt əvəzliyi isə cümlənin əvvəlində gəlməz. Heç vaxt gəlməz. Ya cümlənin ortasında gələcək, ya da cümlənin sonunda. Baxın, deyir ki, axırdan ikinci cümləyə baxın. Well, answered Billy. I always have trouble with them. Obyekt əvəzliyi hardadır? Sona düşübdür. Amma aya baxın, ay şəxs əvəzliyi hardadır? Cümlənin əvvəlində. Mübtəda həmişə cümlənin əvvəlində olur da. Görək bu niyə belə. Bir də deyirəm, şəxs əvəzliyi cümlənin əvvəlində gəldi. Gəlin başqa bir cümləyə baxaq. Görək, varmı obyekt əvəzliyi? Baxın, 1, 2, 3, 4-cü abzasa. Mr. Robinson was very worried, but I am sure. Ay nədir şəxs əvəzliyi? Görürsünüz, cümlə başlayıbdır, ay ilə başlayıbdır, mübtəda ilə başlayıbdır. Şəxs əvəzliyi həmişə cümlənin mübtədası olur. Amma never told me, mənə, me nədir? Obyekt əvəzliyidir, düzdür? Obyekt əvəzliyi olduğu üçün cümlənin ortasında və yaxud da sonunda işlənir. Digər cümləyə baxın. She said, o dedi. She nədir? Şəxs əvəzliyi. Cümlənin əvvəlində gəlibdir. Keçək digər mətnimizə. Bunu deyək. Getdik. Some friends, bəzi dostlar. Samdan sonra bu qaydanı qeyd eləyəcəksiniz. Samdan sonra əgər isim sayılarsa, isim sayılan gələrsə, cəmdə verəcək. Sayılmayan gələrsə, bunların hamısı Cambridge-də düşəcək sizə. Sayılmayan gələrsə, təkdə verəcək. Məsəl üçün, some bread, çörək sayılır, sayılmır. Təkdə verirəm. Amma some friends, bir neçə dost. Dost sayıldığı üçün cəmdə verirəm. Oldu. Burada da some friends sayıldığı üçün cəmdə veribdir. Some friends hired a bus. Bir neçə dostlar avtobus kirayələyir. To go to the seaside. Dəniz sahilinə getmək üçün. Burada indi 2 dənə qaydamız var. Baxın, to, 2 dənə to var, düzdür? Bu to'nun biri nədir? Biri to go, getmək.
Maqmaq mənası verir. Bu feillərlə işlənilir. Adı olur bunun məstər. Bunun adı məstərdir. Məsələn, to clean nə deməkdir? Təmizləmək. Bir də var to, a, var. Məsəl üçün, to the seaside nə deməkdir? Dəniz sahilinə. Deməli, biz to'nun iki mənasını bildik. Biri feillərlə işlənilir. Maqmaq, fərid. Biri də infinitiv deyilir də, rus dilində də elədir. Biri də söz önü kimi am. For the day, gün ərzində. When they returned, onlar qayıdanda. To the bus, avtobusa qayıdanda. Late at night, yəni gecənin geç saatlarında. To go home, evə getmək üçün avtobusa geç saatlarda geri qayıdanda. Someone was lying, kimsə uzanmışdı. On the ground beside it, onun kənarında, torpaqda. Beside kənarında deməkdir. It də avtobus nəzərdə tutur da. Obyekt əvəzliyidir. Baxın, cümlənin sonuna gəl. Beside it, onun kənarında. On the ground, torpaqda. Was lying, uzanmışdı. Was lying hansı zamanda? Uşaqlar, was lying hansı zamanda? Keçmiş, davam edici zaman. Keçmiş, davam edici zaman. Was were və feillərin sonuna ing artırılırdı. Was were feillərin sonuna ing artırılır. They looked at him. Onlar ona baxdı. And discovered that he was a man. Və gördülər ki, discover kəşf etməkdə, aşkar etmək. Gördülər ki, o kişidir. From their town, onların şəhərlərindən. Whom, kim ki? They were sure, onlar əmin idilər ki, hadn't come on their bus, onların avtobusu ilə gəlməyib. It was very drunk, he was very drunk, o çox içkili idi. I suppose, mən düşünürəm, güman edirəm ki, he came in another bus, o başqa bir avtobusla gəlibdir. Another başqa deməkdir. Əgər isim sayılır təkdədirsə işlənilir. Məsələn, another bus, başqa bir avtobus. Ən artiklı burada olduğuna görə ismi təkdə götürür. Bir də var azə. Azədən sonra isim gələrsə, sayılan isim gələrsə, cəmdə olur. Məsələn, azə buses, başqa avtobuslar. Ən azə desəm, başqa bir avtobus, bir dənə olur. One of the men said, kişilərdən biri dedi. And missed it, onu buraxıbdı. Yəni gecikibdi də ona. When it left for home, onu evə qoyanda, because he was drunk. Çünki o deyir içki idi. Onu evə qoyanda, nə deyib, qoy görüm. He came in another bus, one of the men said, and missed it when it left for home because he was drunk. O deyir, yəni avtobusa gecikibdi. When it left for home. O evdən çıxanda çünki he was drunk. O içkili olubdu. Bir dənə cümlə anormal alınır. Baxaq. Hə, yəni evə gedəndə avtobus nəzərdə tutur. Evə gedəndə o onu missed it. Onu buraxıbdı, çatmayıbdı. Çünki içkili olubdu. Now, indi he has come to our bus. O bizim avtobusumuza gəlibdi. To go back, geri qayıtmağa. In that, yəni bununla. Two men, iki kişi. Burada biz sizə demişdik. Mən təkdədir. Men nədir bəs? Cəmdə, kişilər. Foot təkdədir. Fit nədir bəs? Ayaqlar, cəmdə. Tooth təkdədir. Tis nədir bəs? Diş, dişlər. He didn't walk up. O deyir, oyanmadı. During the drive back, geri sürərkən. When the bus arrived, avtobus gəlib çatanda, they took him to his house. Took, apardılar him onu evinə. To his home, evinə. Still very drunk, hələ də çox içkilidir. They, onlar, knocked at the door, qapını döydülər. For several minutes, bir neçə dəqiqə ərzində.
Görürsünüz, for müddət bilir. And then və sonra a neighbor qonşu opened, açdı pəncərəni and said və dedi. It's no use knocking. Yəni xeyri yoxdur qapını döyməyin. It's no use knocking. Xeyri yoxdur qapını döyməyin deyə. They have gone to the seaside for 2 weeks. Onlar 2 həftədir, deyir, dənizə gedibdilər.